Aziz izləyicilər, avtomobil Hyundai Elantra 1.8 mühərrikə sahib. Avtomobildə demək nə işlər görüləcək. Avtomobilin farsumkaları yolur, avtomobil boğulur, getmir və karifkasında vurma var. Biz aşkar etdik ki, avtomobilin yanacaq sistemi, sveçaları hamısı bərbad bir haldadır. Gördüyünüz kimi farsumkanın üzərində olan köhnə mikrofiltrlər sökülür. Görürsünüz nə haldadır. Rəngi dəyişibdir. Spirala düşürdür. Yenisi ilə əvəzlənir. Yenisi də tam orijinal, gördüyünüz kimi 4-ə yaxın. Avtomobilə ümumi qulluq olanda yanacaq sistemi yüzüzlərində xahiş olunur ki, bunu dəyişəsiniz ki, qardaşlar. Avtomobilin farsumkası, yanacaq sistemində belə deyək, yanacaq sistemində olan mikrofiltrlər, farsumkanın özü tiklənməsi, tezləşməsin. Bunu dəyişmirsiniz, avtomobilin farsumkasını dəyişib yüzdürürsünüz, edirsiniz, motorxanada onu işlədir. Bakdakı filtr yaddan çıxır. Bir ayla, bir həftə sürürsünüz, avtomobil əvvəlki hala düşür, sərfiyyat artımı çoxalır və avtomobil boğulur, getmir. İnşallah bunu dəyişəcək, köhnə üzərində olan filtrlər içindən çıxanları videonun sonunda izləsəz, göstərəcəksiniz. Və bu da gördüyünüz kimi avtomobil üzərində olan köhnə filtr. Buna bax qardaşlar. Bunu dəyişməyəndə, yəni farsumka təzədən gətirib doldurur farsumkanın ağzına. Və diqqətlə baxsanız, görürsünüz baba. Tam çöküntülər, dibində olan çöküntülər. Bərbad bir haldadır. Yəni elə bir bahalı bir mal deyil, benzin filtri. 35, 40, 50 manat civarında olan bir şeydir. Alırsan, dəyişirsən, olur avtomobilin tam ideal bir şəkildə. Səfa.